Vladimir Putin atəşkəsə razılaşacaqmı, yoxsa yoxmu? Ukrayna və Amerika razılığa gəliblər. İndi növbə Rusiyadadır. Sülh yolunda mühüm addım. ABŞ, Ukrayna və Avropanın müttəfiqləri Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndə heyətləri arasında 8 saat davam edən danışıqları belə qiymətləndirirlər. İclasda ABŞ Ukraynaya 30 günlük atəşkəs təklif edib və Kiyev buna razılaşıb. Eyni müzakirə zamanı ABŞ Ukraynada hərbi və kəşfiyyat yardımını dərhal bərpa etmək qərarına gəlib. Mixail Saakashviliyə külli miqdarda büdcə vəsaitinin mənimsədiyinə görə 9 il həbs. Hakim bu gün səhər hökmünü elan edib. Eyni halda Dövlət Xüsusi Mühafizə Xidmətinin keçmiş rəisi Teymurad Canaşiyə 300 min lari məbləğində cərimələnib. İrəli sürülən ittiham 7 ildən 11 ilə qədər azadlıqdan məhrum etmə nəzərdə tutur. Gürcü arzusunu bu dəfə narkotik siyasətin sərtləşdirilməsi ilə bağlı daha bir qanunvericilik təşəbbüsü bütün siyasi spektrdə dəyərləndirmə mövzusudur. Müxalifət bir hissəti təşəbbüsü müsbət qiymətləndirir. Qirki partiyası isə hesab edir ki, ölkədəki artıq ən sərt narkotik siyasəti var və onu daha da sərtləşdirmək partik olaraq mümkün deyil. Narkotiklərdə o cümlədən çətənə və marixuana ilə bağlı hərəkətlərə görə daha sərt məsuliyyət nəzərdə tutan 8 müxtəlif qanuna düzəlişlər üçün parlamentə təqdim edilib. Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, mütəşəkkil, cinayətkarlıq və rəketçilik haqqında qanunlara dəyişikliklər ediləcək. Bütöv növ narkotik vasitələrinin satışına görə cəzanın mümkün qədər sərtləşdirilməsi ilə bağlı qərar qəbul edilib ki, bu da o deməkdir ki, narkotik vasitələrinin satışı ilə məşğul olan şəxslər təkcə xüsusilə külli miqdarda və külli miqdarda narkotik vasitələrindən deyil, həm də az miqdarda narkotik vasitələrinin satışına görə 12 ildən 20 ilədək və ömürlük həbslə cəzalandırılacaqlar. Narkotik vasitələrinin qanunsuz dövriyyəsi və narkotik ticarəti anlayışları müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin konkret maddələrinə nəzərdə tutulmuş hallarda şəxsin 5 ilədək müddətdə nəqliyyat vasitələrini idarə etmə, dövlət qulluğunda işləməsi, silah hazırlaması, əldə etməsi, saxlaması və gəzdirməsi məhdudlaşdırılacaq. Qanunvericilik paketinin təşəbbüskarları Gürcü arzusu və Xalq Gürcü partiyalarından olan deputatlardır. Əksər müxalifət partiyaları yerli seçkilərdə iştirak etmək niyyətində deyirlər. Səs verməyə yeganə olaraq qoşulan Qirkidir. Müxalifət siyasətçiləri deyirlər ki, yerli hakimiyyət seçkilərin indiyədək hakimiyyətin dövründə obyektiv keçirilməsinin ümidləri yoxdur. Ona görə də iştirak etmək mənası yoxdur. İqtidar partiya oponentləri seçkilər vasitəsilə seçkilərə əlaqə saxlanmağa çağırır. Gürcüstan və Avropa İttifaqı arasında komitələrin birgə iclasında dərin və hər tərəfli azad ticarət zonası haqqında sazişin 2024-cü il üçün milli fəaliyyət planının icrası ilə bağlı hesabat dinlənilib. İqtisadiyyat Nazirinin müavini dekabrda təsdiq edilmiş 2025-ci il üçün tədbirlər planını təqdim edib. Qeyd olunub ki, Gürcüstan 241 qanunvericilik aktında yanaşma öhdəliyi var, onlardan 164-ü qanunvericilik aktı artıq qəbul edilərək icra olunub. Mətbuat katibinin sözlərinə görə ötən il Avropa İttifaqı ilə ticarət dövriyyəsi, eləcə də ixrac və idxal artıb. O cümlədən Avropa İttifaqı bazarından şərab ixracı 10% artıb. Avropa İnteqrasiya, Sahə İqtisadiyyatı və İqtisadiyyat Siyasəti komitələrinin birgə iclasında müzakirələrə aydınlıq gətirilib. Gürcüstanın Xarici İşlər Naziri BMT-nin Qadınların Status Komissiyasının 69-cu sessiyasında çıxış edib. O, işğal olunmuş rayonlarda insan hüquqlarının pozulmasından, ağır humanitar vəziyyətdən danışıb və işğal olunmuş Abxaziya və Çıxınvalidə vəziyyətin bu istiqamətdə narahatlıq doğurduğunu qeyd edib. Makaboşoroşvili iqtisadi inkişafın vacibliyində vurğulayıb. Bu kontekstdə o, Gürcüstanın son ildə əldə etdiyi irəliləyişləri qeyd edib. Qadınların Statusu Komissiyası çərçivəsində nazir həmçinin BMT rəhbərləri, o cümlədən BMT-nin Baş Assambleyasının 79-cu sessiyasının prezidenti və Liechtensteinin Xarici İşlər Nazirliyinin rəhbərləri ilə görüş keçirib. Gənc Hüquqşünaslar Assosiasiyası bəyan edir ki, Daxili İşlər Naziri total nəzarət üçün dinc nümayişçilərə qarşı üz tanıma texnologiyalarından istifadə edir. Sayya fərdi məlumatların mühafizəsi xidmətini bu aspektində, vaxtında və lazımi qaydada öyrənməyə çağırır. Luna Kurdovanidzenin sözlərinə görə, bu tərcümə xüsusilə yolun bağlanması əsasında qanun pozuntusu hallarında müşahidə olunur. Onun sözlərinə görə nazirliyin bu yolla dinc aksiya iştirakçılarının şəxsi məlumatlarına çıxış əldə etməyə çalışması narahatlıq doğurur. Paytaxtda öyrən və işlə təmin ol layihəsinin yeni mərhələsi başlayır. Müraciətlər bu gündən martın 31-nədək qəbul edilə bilər. Arzu edənlər proqrama pulsuz iştirak edə bilər. Giyaturada aksiya.
Mədənçilər hələ də maaşların ödənilməsini, Georgia Manganese şirkətinin Giaturadan çıxarılmasını və faydalı qazıntıların çıxarılması prosesinin dövlətin tərəfindən təhvil alınmasını tələb edirlər. Georgia Manganese şirkəti səbəb kimi işlərin rentabilisizliyini göstərərək yeraltı faydalı qazıntılı işlərini dayandırıb. Mədənçilər bu versiyaya inanmırlar. Faksiyanı dayandırma fikrində deyirlər. Xatırladaq ki, Giatura Management Company'nin martın 7-sində bəyanat yayıb ki, Georgia Manganese ilə razılaşmaya əsasən Giaturada yeraltı işlər daha da yenilənməyəcək. Çünki qənaətə görə bu maliyyə cəhddən sərfəli deyil. Müəllimlər və müəllim olmaq istəyənlər üçün imtahanların qeydiyyatı 2 aprel saat 18:00-a qədər davam edəcək. Məlumatı Milli İmtahan Mərkəzi yayıb. Bu mərhələdə 2025-ci il üzrə müəllim fənni, baş xüsusi müəllim, əsas peşə bacarıqlarını imtahanlarına qeydiyyat davam edir. Əgər imtahan verənlər qeydiyyat rüsumunu aprelin 2-sinədək saat 18:00-a ödəsələr, lakin müəyyən səbəblərdən qeydiyyat prosesini başa çatdıra bilməsələr, aprelin 10-da saat 18:00-a qədər qeydiyyat başa çatdırmaq imkanı əldə edəcəklər.